Salamlar, sizi Maliyyə İlim Tədris Mərkəzindən salamlayırıq. Bugün sizlərlə PMS imtahanı birinci mərhələsindən beynəlxalq mühasibat çoxu maliyyə hesabatları standartlarının tərkib hissələrindən biri olan MUBUS 7 standartı, yəni pul axını hesabatı standartı ilə tanış edəcəyik. MUBUS 7 standartı PMS imtahanının birinci mərhələsinin əhəmiyyətli hissəsini təşkil edən, bəzən 10 ballıq, bəzən 2 ballıq sualların içərisində ən çox qarşımıza çıxan hissələrdən biridir. Pul axını hesabatı sadalanan 4 maliyyə hesabatı, bildiyimiz kimi 4 dənə maliyyə hesabatı var və onların üzərinə əlavə notlar adlanan hissələr də var ki, maliyyə hesabatının hissələrini izah edir, tərkibini izah edir. Bu hesabatlardan biri pul axını hesabatıdır. Pul axını hesabatı, qalan bütün maliyyə hesabatları MUBUS 1 standartının tərkibində verilsə də, mürəkkəbliyinə və biraz da fərqli yanaşmalarına görə pul axını hesabatı IAS 7 standartının içərisində ayrı bir standarta təqdim olunur və bu standart tamamilə pul axının formalarını, növlərini, metodlarını izah edir. Gəlin tanış olaq standartın bizə verdiyi hissələr hansılardır. Standart bizə təqdim edir ki, biz pul axını hesabatını hazırlamaq üçün 3 dənə maliyyə hesabatından istifadə edirik. 2 müxtəlif maliyyə hesabatı, sadəcə sayı olaraq 3 ədəd maliyyə hesabatını istifadə edirik. 1. 2 ilin balans hesabatını götürəcəyik. 2. Balanslar arası dəyişiklikləri tapa bilək. İkinci bizə lazım olacaq 1 ilin mənfəət zərər hesabatı. Bu mənfəət zərər hesabatı vasitəsilə də biz həmən ilə düşən qeyri-pul xərclərini tapacağıq və bunları öz mənfəətimizin içərisində düzəlişlərlə düzəldəcəyik. Pul axını hesabatı IAS 7 standartına görə 2 cür hesablanır, 2 cür təqdim olunur. Birbaşa metodumuz var, bir dolayı metodumuz var. İmtahan məqsədi ilə, birinci mərhələ məqsədi ilə bizə əsasən dolayı metod lazım olur və praktikada daha çox qarşımıza çıxan dolayı metoddur. Şirkətlərin maliyyə hesabatlarını təqdim etdiyimiz zaman da çox az hallarda biz birbaşa metoddan istifadə edirik. Birbaşa metodun məzmunundan ibarətdir ki, orada sadəcə sizə qısa şəkildə bir neçə sətir üzrə mədaxil və məxaric olan pul vəsaitlərini hərəkətini təqdim edirlər. Lakin dolayı metod birbaşa metoddan fərqli olaraq daha detallı şəkildə sizə bütün maliyyə hesabatının yəni hansı hissələrdən ibarət olduğu, pul axını nəticəsində pulun hansı fəaliyyət növündən yarandığını, hansı fəaliyyət növündən axdığını bizə təqdim edir. Buna görə də bizim daha çox fokuslandığımız hissəmiz olacaq dolayı metod. Dolayı metod hazırlanan zaman 3 cür fəaliyyət sahəsinə biz bölgə aparırıq. Birinci fəaliyyət sahəmiz əməliyyat fəaliyyətidir. Burada biz əməliyyat fəaliyyətində şirkətin daha çox dövriyyə kapitalına düşən hissələrindəki dəyişikliklərdən, yəni debitorlarında, kreditorlarında azalmalardan, avanslarında olan azalmalardan danışırıq. İkinci, əməliyyat fəaliyyətindən düşən hissəmizin əsas məqsədi qeyri-pul xərclərini tapıb, mənfəət üzərinə düzəliş aparmaqdır. İndi biz qeyd edəcəyik, əməliyyat fəaliyyəti necə formalaşır, pul axını hardan başlayır. İkinci məsələmiz, ikinci bölgümüz investisiya fəaliyyətidir. İnvestisiya fəaliyyəti bizdə əsasən şirkətin investisiyasından yaranan, yəni hansısa bir uzun müddətli aktiv alışı həyata keçiribsə, hansısa bir uzun müddətli aktivi satıb və bu aktivin satışından bizə pul mədaxili baş veribsə, hansısa belə deyim, başqa bir şirkətin kapitalına yatırım edibsə, bütün bu əməliyyatlar bizdə düşür investisiya fəaliyyətinə. Üçüncü bizim hissəmiz maliyyələşmə fəaliyyətidir. Maliyyələşmə fəaliyyətimizin tərkibinə pul axını hesabatında yalnız o hissələr daxil olur ki, bunlar birbaşa olaraq şirkətin maliyyələşməsindən formalaşır. Yəni, bunlara daxildir, tutaq ki, şirkət neçə cür maliyyələşə bilər? Bir, kapital metodundan maliyyələşə bilir, bir də maliyyə institutlarından borc çəkməklə maliyyələşə bilir və bunların hər ikisi, yəni istiqrazların buraxılması ola bilər, maliyyə institutlarından borcların alınması ola bilər və s. Bu tipli maliyyələşmə əməliyyatları da öz əksini tapır bizdə maliyyələşmə fəaliyyətinin altında. Bütün biz dolayı metodu hesabladıkdan sonra bəzən mühasiblərimizin çətinlik çəkdiyi hissələrdən biri hansıdır? Bu metodu biz imtahanı doğru hesablamışıq, yoxsa yox? Bunu yoxlamanın çox sadə yolu var. Siz əməliyyat fəaliyyəti, investisiya fəaliyyəti və maliyyələşmə fəaliyyəti üzrə hər bir üzrə bir nəticəmiz çıxır ki, tutaq ki, əməliyyat fəaliyyəti üzrə bizim yekun nəticəmiz 5 manatdır.
investisiya üzrə 10 manatdır, maliyyələşmə üzrə 3 manatdır. Bütün bu yekunları topladıqdan sonra, məsələn, bizdə 18 manatlıq bir pul axını hərəkətə alınır. Diqqət etməli olduğumuz məqam ondan ibarətdir ki, pul axını hesabatının yekununda alınan ədəd, yəni göstərici rəqəm, bizdə maliyyə hesabatındakı pulu əks etdirmir. Yəni, balans hesabatındakı pulla bunu uyğunlaşdırmaq düzgün deyil. Bu pul axınını əks etdirir. Yəni, 2 il arasında bir maliyyə hesabatı ili üzrə pul axını necə olub? Siz hesabatın doğruluğunu yoxlamaq istəyirsinizsə, keçən ilin son pul qalığını götürürsünüz. Bu ilin pul axını hesabatından çıxan yekun nəticənizi, yəni pulun hərəkətini götürürsünüz və bunları topladıqdan sonra sizin cari ilinizin maliyyə hesabatında pul hissəsinə baxırsınız. Yəni bunların cəmi bizim sonda, yekunda aldığımız maliyyə hesabatında qeyd olunan pul və pul ekvivalentləri hissəsindəki məbləğə bərabər olmalıdır. Ümumiyyətlə isə bu dolayı metod, ümumiyyətlə pul axını necə hesablanır, hesabatı necə formalaşır? Bu hesabatı formalaşdıran zaman ən çox bizə çətinlik yaradan hissələrdən biri qeyri-pul xərclərini və qeyri-pul elementlərini tapıb maliyyə hesabatında nəzərə almaqdır. Bunu necə tapırıq? Bütün dolayı metod başlayır vergiden öncəki mənfəətin qoyuluşu ilə. Yəni, vergiden öncəki mənfəət qoyulur. Vergiden öncəki mənfəəti qoyduqdan sonra bu mənfəət pul mənfəəti deyil. Bu mənfəətin içərisində pul olmayan elementlər var. Mənfəət necə formalaşır? Gəlirlərimiz olur, o gəlirlərdən biz çıxırıq müəyyən xərclərimizi. Bu xərclərimizin hamısı pul deyil. Məsələn, amortizasiya xərcimiz var. Aktivlərin əgər xalis balans dəyərindən çox və ya az satırıqsa, burada mənfəət və ya zərər formalaşa bilirsə, bu mənfəət zərər hesabatına düşür. Ümidsiz borclarımız var, bunların silinməsi gəlir mənfəət zərər hesabatına düşür və s. Bir neçə xərc növümüz var ki, bunlar birbaşa olaraq bizdən pul şəklində çıxmır. Sadəcə hesablama metodunun, IFRS-in hesablama metodunun tələbinə görə biz bu xərcləri maliyyə hesabatlarımızda mənfəət zərər hesabatına qeyd etməliyik. Biz bütün bu xərcləri düzəliş aparmalıyıq vergidən öncəki mənfəətin üzərində. Qaytardıqdan sonra, düzəlişlərimizi apardıqdan sonra bizdə formalaşır pul mənfəəti. Bu pul mənfəətindən yola çıxaraq biz dolayı metodun növbəti qeyd etdiyimiz əməliyyatlarını, dövriyyə kapitalındakı dəyişiklikləri olsun, sonra vergi ödənişləri olsun və s. ardıcıllıqla bayaq qeyd etdiyimiz ardıcılıqla yerinə yetirib sonra pul axını hərəkətini alırıq. Ümumilikdə pul axını hesabatı mürəkkəb bir maliyyə hesabatıdır. Balans hesabatı ilə mənfəət zərərdən formalaşır qeyd etdiyimiz kimi. Üçüncü maliyyə hesabatı deyirlər, yəni mənfəət zərər, balans hesabatı, yəni maliyyə məzmunlu hesabat, sonra pul axını hesabatı və kapitalda dəyişikliklər və bütün bunların içərisindəkiləri əhatə edən notlar adlanır, yəni qeydlər. Buna görə də pul axını hesabatı şirkətlərin ümumi pul vəziyyətini göstərməkdən ötürü yaradılan vacib hesabatlardan biridir. Sonda bir şey də qeyd edək, şirkətin milyonlarla mənfəəti ola bilər, amma pul çətinliyi ola bilər. Yəni, mənfəət zərər hesabatına baxıb şirkət yaxşı vəziyyətdədir deməyimiz tam da doğru deyil. Çünki şirkətin əməliyyatlarını yerinə yetirmək üçün onun pul ehtiyatı olmalıdır və bütün bu pulun hərəkəti də pul axını hesabatından formalaşır. Buna görə də bizim üçün pul axını hesabatı əhəmiyyətlidir.